Hyundai Santa Fe almağa dəyərmi? Bugünkü qonağımız Hyundai Santa Fe 2-ci versiyadır. Bu model 2006-2012-ci illər arasında istehsal edilmişdir. Ölkəmizdə bu avtomobillərin rəsmi, Koreya və Amerikadan gətirilmiş versiyaları var. Santa Fe adı ABŞ-ın Santa Fe şəhərindən götürülüb. Hyundai bu adla məqsədi avtosevərlərə kəşf ruhunu və qərb macərasını hiss etdirmək idi. Avtomobil 2, 2.2 CRDI, 2.4, həmçinin 2.7 və 300 dizel motorları ilə təchiz edilmişdir. 4 pilləli avtomat və 5 pilləli olan mexaniki sürətlər qutusu 2010-cu ildə edilən restylinqdən sonra 6 pilləli edildi. 2.7 benzin motorsa öz yerini 3.5 V6 benzin mühərrikinə verdi. Maşın həm ön ötürücülü, həm də tam ötürücülü olaraq dizayn edilib və at gücü 150 və 197 at gücü arasında dəyişir. Şimdi maşın zəif və güclü tərəfləri barədə danışaq. Güclü tərəflər. Etibarlı mühərriklər xüsusilə 2.2 CRDI. Bu dizel mühərrik uzun ömürlü, qənaətçil və güclüdür. 2.4 və 2.7 mühərriklərlə düzgün qulluq uzun müddət işləyə bilir. Rahat və geniş salon ailə üçün idealdır. Bəzi versiyaları 3-cü sıra oturacaqlar var. Salon materialları edilən restylinqdən sonra xeyli yaxşılaşdırılıb. Tam çəkiş sistemi ya da 4 çəkər sistem. Bu sistem qar, palçıq və yüngül offroad üçün əlverişlidir. Qiymətinə görə yaxşı dəyər. İkinci əl bazarında əldə etmək asandır və nisbətən ucuzdur. Müasir SUV-lərə nisbətən servis və hissələr daha əlçatandır. Sadə və mexaniki baxımdan rahat. Elektronika sistemi o qədər də mürəkkəb deyil. Bu da ustalar üçün əlverişlidir. Ehtiyat hissələri və servis xidməti əlçatandır. Bu da alıcını və istifadəçini yormur. Gəlin də avtomobil zəif tərəfləri barədə danışaq. Avtomobilin boya təbəqəsi zəif olduğuna görə rəng problemləri ola bilir. Bu maşınlar aqressiv və səs sürüşü sevmir. Əks halda motor və 4 pillərə sürətlər qutusunda vurma problemləri ola bilər. Düzgün qulluq edilməkdə askı sistemi xüsusilə amortizatorlar sıradan çıxır. Motorun soyutma sistemini alarkən ciddi olaraq yoxlatmaq lazımdır. Yüksək motorların sərfiyyatı digər motorlara nisbətən çoxdur. Məşhur avtoforumların və sürücülərin rəyləri bunu göstərir ki, bu model Santa Fe xeyli dözümlüdür və heç vaxt istifadəçini yormur. Bunun kimi videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənib, kanalı takip etməyi unutmayın. Dinlədiyiniz üçün təşəkkürlər.